what I've got in my mind. Gonna get that more and asking, but just don't want to waste my time. You think that I'll be the other girl, just like there's nothing in this. You got me begging, you got me begging, you got me begging. Mercy, why won't you release me? You got me begging you for mercy, yeah. Why won't you release me? I said release me. I say you better release me. I say you better to release me. Yekaterina çox dəli bir çıxış. Dərhal bilinir ki, kimin komandasındandır. Eldar buyurun. Yekaterina çok güzel bir nömrəydi. Çok güzel bir mahnı seçimiydi. Mən düşünürəm ki, ümumiyyətlə Yekaterina səhnəyə çox yaraşır. Ya səhnə Yekaterinaya çox yaraşır. Həmişə səhnə geyiminə, repertuara çox həssas yanaşır və bu məni sevindirir. Həqiqətən və mən görürəm ki, sən etapdan etapa yüksəlirsən, etapdan etapa daha çox inkişaf eləyirsən. Bu da məni çox sevindirir. Təbriklər. Röya, səni təbrik eləyirəm. Həqiqətən gözəl bir nömrə idi. Zülfiyə xanım, bu çıxış sizi nə dərəcədə sevindirir və yaxud da nələr deməyə vadar eləyir? Həm ifası, həm özü, həm duruşu çox cazibədar görsənirsən. Və təbrik eləyirəm çıxışını da. Görək Murad nə deyəcək? Özümü də pis hiss edirəm belə məqamlarda. Digər ustadlar mənim işimi asanlaşdırmır özdə. Yəni siz onları desəz mənə rahat olardı, amma indi mən səmimi, mən də öz fikrimi deyim də. Denən, hər öz fikrini desin. Okay. Yekaterina, mahnının istədiyi bir çox şey var, tələb etdiyi bir çox şey var ki, o sizdə var. Səhnədə davranışınız, səhnəyə yaraşmağınız, gözəlliyiniz, mahnının özündə bir abu-hava var, flirt abu-havası. Bunu tamaşaçı ilə yaşada bilirdiniz. Falset məqamlarına çox ürəklə düşürdünüz və onu doğru-dürüst saxlayırdınız. Amma bilirsiniz, əyləncəli çılğın mahnıların bir xüsusiyyəti var. Niyəsə onu oxumaq asandır düşüncəsi var bəzi ifaçılarda, bəzi sənətçilərdə. Və bu yanlış təsəvvürdür. Ələlxüsus, əgər biz Daffinin Mercy mahnısına konsentrasiya olsaq, fikrimizi yönəltsək, misal üçün bu mahnının bəndlərində olan xırdalıqları uğurlu edə bilmirdiniz. Hətta müəyyən mənada detonlar mənim qulağıma dərdi və məni narahat edirdi həqiqətən. Bir şey deyim, mahnı sizə uyğun seçilib. Mahnı sizin səsinizə və obrazınıza uyğundur. Mən təxmin edirəm ki, ola bilsin bugün səsiniz yaxşı işləmir, ya istədiyiniz kimi idarə edə bilmirdiniz səsinizi və mən bu çıxışdan məmnun qalmadım, üzürlü sayın məni. Teşekkürler. Ustadların rəyi iki hissəyə bölündü. Çox qəribə bir təzad yarandı. Amma ən gözlənilən rəy və qərar sonda deyiləcək. Bunu birlikdə işləyəcəyik. Hələ ki, Yekaterina kulissə zəhmət olmasa.